Siyahılar və onlar üzərində əməllər. 13.4. Buyurun uşaqlar, suallarınızı verin baxaq. Dördüncü. Kodun icrası nəticəsində aşağıdakılardan hansı çap ediləcək? Aha. Deməli, şagirdlər adlı bir siyahımız var. Həmin siyahının elementləri Fuad, Rəna, Fidan, Sevil və Fəriddir. Bizə deyir ki, print şagirdlər, yəni şagirdləri ekrana çıxar. Şagirdlər siyahısından kəsik götürərək ekrana çıxar. O kəsikdə nədir? -1-dən başla. Bax, başlanğıc burada -1-dir. -1-dən başla. -1 addımı ilə sola doğru get. Ümumiyyətlə, bax, bu metod -1, 2 dənə, 2 nöqtə, -1. Verilmiş siyahının elementlərini tərsinə düzür. Yəni, burada -1-dən başlayacaq, Fəriddən başlayacaq. -1 addımı ilə bu istiqamətdə gedəcək. Bura doğru gələcək. -1, ümumiyyətlə, uşaqlar, müsbət addım sağa doğru olur, mənfi addım sola doğru olur. Yəni, bunu biz təkcə -1, -2, yəni birinə, ikisinə yox, hamısına tətbiq eləməliyik. Sadəcə birinin qaydasını bilməliyik ki, digərlərini də bu şəkildə tətbiq eləyə bilək. Əgər sola doğru verilmiş elementdən sola doğru hərəkət eləmək istəyiriksə, mənfi qoymalıyıq qarşısına, sağa doğru hərəkət eləmək istəyiriksə, müsbət olmalıdır bu. Sadəcə olaraq -1-dən başla, sola doğru hərəkət elə. Bunu yadınızda saxlasanız yaxşı olar. Bax bunu, -1, 2 dənə, 2 nöqtə, -1. Bu sizə çox yerdə lazım ola bilər. Fərid, Sevil, Fidan, Rəna, Fuad. Bu şəkildə ekrana çıxmış olacaq. Başqa da çətinliyimiz olub. 18. Yaxşı, 18-ci sualla davam eləyək. Məkan adlı bir dəyişənimiz var. Məkan dəyişəninə Madagaskar sətrini mənimsətmişik. Artıq biz sətirlərlə siyahıları bir-birindən fərqləndiririk. Əgər ifadə dırnaq içərisində veribsə, bu sətirdir. Kvadrat mötərizə içərisində veribsə və həmin kvadrat mötərizənin içərisindəki elementlər bir-birindən vergüllə ayrılıbsa, bu siyahıdır. Demək, bu şəkildə veribsə, yəni dırnaq içərisində veribsə, bu demək sətirdir və bu sətir mənimsədilib məkan adlı dəyişənə. Demək, K1 bərabərdir list məkan. Bu nə demək? Yəni, list funksiyasını biz bilirik də, list funksiyası verilmiş sətri siyahıya çevirir. Yəni, list sözünün mənası da elə siyahı deməkdir. Yəni, bu, məsələn, bəzi testlərdə LST yazılır, ST yazılır. Onlar artıq funksiya getmirlər. Onlar sadəcə bizim tərəfimizdən verilmiş dəyişəndirlər. Listi bildirmək üçün, yəni siyahını bildirmək üçün biz mütləq list yazmalıyıq. List məkan mənimsədilir K1-ə. Bu nə deməkdir? Yəni, məkanın mənimsətdiyiniz ifadəni siyahıya çevir və mənimsət K1-ə. Yəni, K1 nə olacaq? K1 kvadrat mötərizədə
Dırnaq içərisində K, vergül, yox, M. Ay, hardan yazdım? Dırnaq içərisində M bu şəkildə də davam eləyəcək, vergül, dırnaq içərisində və yaxud da apostrofda R. Bu şəkildə oldu. Artıq bu nədir? Biz bunu Madaqaskarı sətirdən siyahıya çevirdik və mənimsətdik K1-ə. Ondan sonra növbəti sətirdə bizə deyir ki, məkan nöqtə split A. Yəni, split metodu nə idi? Split metodu deməli, verilmiş simvola görə siyahını bölürdü. Sətri bölürdü. Sətri bölüb siyahıya çevirirdi. Onda K2 də bərabər olacaq. K2 də bərabər olacaq. A-ya görə bölürsə M və bu şəkildə dırnaq içərisində vergül A olmayacaq da D vergül G vergül S G vergül R. Bu belə. Artıq bu K2 oldu. K1-i də yuxarıda yazmışıq da M-dən R-ə qədər. Bütün simvollar. İndi bizə nə deyir? Deyir ki, print len K1 üstəgəl len K2. Uşaqlar, K1-in uzunluğu nəyə bərabərdir? Madaqaskarda neçə dənə simvol var? 3, 6, 9, 10. 10 dənə simvol buradadır. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. SG-ni bir yerdə sayırıq da. Bunu yəqin ki, nəzərə almışsınız. 10 üstəgələk 5. 15 və print. Ekrana nə çıxır? 15 çıxmış olur. Bu şəkildə. Başqa harada problemimiz olub? 19. 19. A bərabərdir 15685. B bərabərdir list str A. Baxın uşaqlar, bunu da yadınızda saxlayın. Yadınızda saxlayın ki, biz ədədi birbaşa siyahıya çevirə bilmirik. Əgər, bax, məsələn, yuxarıda fikir versiniz, Madaqaskarı birbaşa siyahıya çevirə bildik. Niyə? Çünki Madaqaskar sətir tipindədir. Verilmiş ədədi biz siyahıya çevirmək istəyiriksə, onu mütləq sətrə çevirməliyik, ondan sonra siyahıya çevirməliyik. Necə ki, burada yazıb. Deyir ki, str A, ondan sonra da nə ilə? List elə. 15685 artıq olacaq nə? Dırnaq içərisində. Birinci halda dırnaq içərisində olacaq. Çünki str tətbiq elədik. Str tipini tətbiq elədik. Ondan sonra list. Yəni, bu şəkildə olacaq. Bax. 1 birini artıq qoydum. Nəysə 5 6 8 5. Yaxşı. Bu belə. A bərabərdir. A üstəgəl len B. Len B bizə nə verir? Yəni, B-nin, B siyahısının uzunluğu cəmi nədir? 1, 2, 3, 4, 5. Burada 5 dənə element var. Burada 5 dənə element var. Bir də, bu len B deməkdir. Bir də A. A nədir? 15685. 15685 üstünə gəlirik nəyin? 5-in. 15685-in də üstünə 5-in gələndə edir 15690. Bu şəkildə.
və son. 20-ci sual yazmışıq hamımız. Bəli. Bəli. 20-ci sualda problemimiz yoxdur. 20-ci sualda problem yoxdur. Onda belə eləyək də 20-ci sualı bizə izah eləsin. Elə Sabir. Sabir 20-ci sualı izah elə bizə. Mən dedim xeyri. Sən xeyir dedin. Mən yazmamışım. Bəli. Mən bir neçə saniyə gözlədim axı sən yazmayanlar desinlər. Mən sizə zaman verirəm ki, deyəsiniz suallarınızı. Demirsiniz, mən məzun qaram, mən soruşuram. Deməli, əlimizdə A siyahısı var. A siyahısının elementləri sətir və ədəd tipində olan elementlərdir. Bizə deyir ki, A nöqtə insert 0 x. Bu nə deməkdir? Biz demişik ki, insert metodu verilmiş indeksli elementdən verilmiş indeksli elementə başqa bir element əvəz eləyir, daxil eləyir. Həmin yerdən element daxil eləyir. Əvvəlki elementi isə sağa doğru sürüşdürür. Bax, məsələn, 0 yazıbsa bura, nə deyir? Deyir ki, 0-cı elementə x əlavə elə. Bu x-ni və yaxud da əlavə elə. Əlavə eləyən zaman da 0-cı element nə idisə, onu nə silir, nə sola sürüşdürür, nə bir şey eləyir. Sadəcə olaraq olduğu yerdən sağa doğru sürüşdürür. Bu element sağa sürüşən zaman bu dominə daşları necə bir-birini aşıra-aşıra gedər. Eyni ilə bu elementdən sağdakı elementlərin hər biri bir addım sağa doğru sürüşür. Yəni, nəticə etibarilə biz burada 0-cı element olaraq, 0-cı elementə x elementini əlavə eləyiriksə, bu necə olacaq? Bu belə olacaq. X, A bu şəkildə belə gedəcək. 5, 7, C, 3 və 2 bu şəkildə olacaq. Bunları da qoyaq. X-də var, A-da var. 5, 7-də yoxdur, C-də var. Bir də 3-də var. Bu şəkildə olsun. Hətta belə olsun. Aha. Ondan sonra A nöqtə insert, A nöqtə insert. Üçüncü elementə K əlavə elə. Əlimizdə olan yeni siyahı, yeni siyahıya artıq biz buradakı ikinci insertü tətbiq eləyəcəyik. Bu da üçüncü elementdən 0, 1, 2, üçüncü elementə K əlavə eləyəcək. Yenə olduğu kimi yazaq. Solda nə var idisə olduğu kimi də qalır. 5, 7, 0, 1, 2, yox, 0, 1, 2, 3. 7 köçəcək sağa. 7-nin yerində artıq nə olur? K olur. Əvvəlki üçüncü element 7 olduğuna görə bu köçür sağa. 0, 1, 2, 3. Hə, da 7-dir, düzdür. 7, C, 3, 2. Düzəlişlərimizi eləyək. 5 yerində K sətirdir. 7 yerində C sətirdir. 3 sətirdir. 2. Print A. Artıq A siyahısı, yeni A siyahısı budur. Bax, Sabir. Yeni A siyahısı budur. Metodlar tətbiq. Bir də uşaqlar, metodlar tətbiq edilərkən, bax, fikir verirsiniz, burada A nöqtə insert deyir. Artıq A bərabərdə A nöqtə insert deməyinə ehtiyac yoxdur. Və yaxud da digər A nöqtə insert. Bir də bunu metodu tətbiq eləyəndən sonra A-ya mənimsətməyinə ehtiyac yoxdur. Çünki artıq onu dəqiqə. Yəni artıq metodu tətbiq edəndən sonra mənimsətməyinə ehtiyac olmur. Yəni bu metodların metodu budur. Belədir.
Belə. Mikail 17. Mikail 17 dedim. Deməli, icrasından sonra hansı nəsə çap ediləcək? S-count 3. Deməli, deyir ki, burada 3'lərin sayı da, yəni neçə dənə 3 var? O, baxırıq ki, 2 dənə 3 var. 2 üstə gəl. İndeks 5, yəni 5-ci indeksdə duran ədəd 2-dir. Olacaq 2 üstə gəl 2. Len S-də, yəni S-də neçə dənə element var? 8 dənə. 2 üstə gəl 2 üstə gəl 8 o da eləyəcək 12 D variantı. Mikail burada üstlərin sayını deyəndə mənfi üçün niyə götürmədin ki? Yəni fərqlidirlər. 4-dən -3, eksi 4. Yəni Python onları fərqləndirir də ona görə. Bəli. Hətta Python böyük hərflə kiçik hərfi də fərqləndirir. Uşaqlar yadınızda qalsın. O qədər yəni dəqiqdir. Bu böyük hərfdir, böyük hərfin yerinə kiçik hərf götürüm elə bir şey yoxdur. Nəzərə alın. Düzdür. Yaxşı. Nərgiz cavab ver görüm 16-cı suala. On altıncı sualda indeks mənfi 3'dür. Ona görə mənfi sondan baxacaq. Dördüncüdür. İndeks 3'də üçüncüyə başdan baxacaq. 1, 2, 3. Dördüncüdür. Dördüncü deyəndə yəni 4 demək istəyirsən. Ne demək? Dördüncü deyəndə nə demək istəyirsən ki? Burada sən üçüncü indeksindən mənfi üçüncü indeksi axtarsan. Dördüncü deyəndə nəyi deyirsən? Mənfi üçüncü indeks sondan üçüncüdür. Yəni 4'dür rəqam olarak. 4. Aha, belədir da. 4. Aha. Sonra indeks müsbət 3'dür. 0, 1, 2, 3, 4. Hər ikisi 4'dür. Burada nəsə Bu onu demək ki, deyir ki, mənfi 3-ün indeksi ilə 3-ün indeksini topla. Mikail, sən bayaq nətər elədin ki? mənfi. Sən 5-in indeksini bilmədin bayaq. Hə, anladım. Yəni 1 ilə 3'ün indeksi də 1 ilə 0, 1, 2, 3, 4'dür. 5 olacaq da var. Mənfi 3-ün indeksi 1'dir. 1'dir. 3'ün indeksi də 4'dür. Yəni cavab 5'dir. 3-ün indeksi 4'dür, bəli. Mikail, qayıt suala. Qayıt suala.
Orada nədir? Bu nədir? 5 indeks. Aha. 5 də ikinci yerdə durur. Ona görə düz gəldi da. Burada e, indeks deyəndə demir mənfi üçüncü elementin indeksi. Yəni daha doğrusu deyir ki, məsələn, indeks ondan sonra mənfi 3 veribsə, deyir ki, siyahıda mənfi 3-ü tap, onun indeksi neçədirsə onu götür. Və yaxud da indeks 3. Siyahıda üçüncü 3 elementini tap, onun indeksi neçədir onu götür. Amma bu şəkildə yanaşmırıq da, yəni siyahıda mənfi üçüncü indeks hansıdır, hansı ədədə uyğun gəlir, onu götür. O şəkildə yanaşmırıq. İndeksin metodu budur. Bəli. Hı. Filiz. 15-ci sualda bizə deyir ki, sort simvol sırasına görə düzürdüm. Simvol sırasına görə düzəndə birinci alma, sonra banan sözcüklər, nar, zoğal, A variantı. Nəyə əsasən almanı götürdün ki? Birinci almanı götürdün, ondan Əlifba sonra bana. Əlifba Alfa sırasına. Aha, sırasına görə də birinci A, sonra B, N, axırda Z. yəni sözün birinci hərflərin birinci yoxladın. Elə. Bəli, Bəli, bəli. bəli, düzdür. Uşaqlar, burada bir şey nəzərə alırıq ki, bəli, sözü götürürük, ifadəni daha doğrusu. Birinci hərflərini yoxlayırıq. Əgər eynilik varsa, keçirik ikinci simvollarına, üçüncü simvollarına bu şəkildə yoxlayaraq gedirik. Solda duran simvol, sağda duran simvoldan kiçik olduğuna görə burada, yəni ən birinci artıq almanın A-sı var deyə, alma, bananın B-sinə görə banan, narın N-na görə nar və zoğalın Z-na görə zoğal. Yəni, siyahı ardıcıllığı bu şəkildə olacaq. 1, 2, yox. Olsun. 2, 4. Yaxşı. Aytac. Aytac, eşidirsən bizi? Yaxşı. Sabir, sən cavab ver Aytacın yerinə. Burada maksimum meyvələr, bir də minimum meyvələr, maksimum almanı götürəcəyik. Minimum olaraq da zoğalı götürəcəyik. Birinci maksimum yerinə görə alma, digərdə də zoğal olacaq. B bəndi. Aksiyon deyəndə nəyi götürürsən ki? Ən axırıncı meyvələr, yəni almanı. Bir də ən birinci meyvəni, zoğalı. O şəkildə götürməlisən. Ən axırıncı, ən birinci ilə götürürsən. Bəli. Yox. Bax, bu meyvələr siyahısı var. Orada sənə desə ki, heç nə demir də, bir dənə sənə deyir ki, maksimum tap. Necə yanaşasan? Bax, Filiz necə elədi? Hə. Filiz də Ən birinci əslində, ilə zoğal. bax, orada məsələn, sort deyir, çeşidləyir də kiçikdən böyüyə. Eyni ilə Bəli. maksimum minimumu tapanda da o metoddan yanaşırsan. Bəli. Yəni, indi maksimum deyirsən, nə etməliyik? Birinci olan zoğal götürüləcək.
Yəni Minimum ən böyük versə alma zoğaldır da. götürəcək. Bəli, zoğal Bəli. zoğalın z simvolu digərlərindən böyükdür. Ha, zoğal götürdük. Yəni bir də alma da ki ən kiçikdir. Ha, zoğal üstəgəl alma. Arasında da bir dənə boşluğu var özdə. Bax, iki dənə sətri biz topladıq. Bax, deməli, meyvələrin maksimumu zoğaldır, minimumu almadır. Bunları topladıq. Bir dənə elə bir tutaq ki, yekun bir siyahı aldıq da. Oldu, tutaq ki, zoğal. Zoğal. Digəri də ki, bunları toplamışıq axı. Arada bir dənə boşluq var. Boşluq. Çünki bax burada, bax görürsən, dırnağın içərisində bir dənə boşluq qoyub. Zoğal, boşluq, yenə dırnaq, alma. Bu çapa gedəndə nə olur? Bu çapa gedəndə olur zoğal, alma. Arasında boşluğuna. C variantında olduğu kimi. Sabir, qaranlıq qalan nəsə qaldı da. Xeyr müəllim. İki 13. Nəticədə nə tapılırlar? Minimum soruşur. Almadı. Zərif çünki oldu. Bəli. Filiz 12. Bizə A və B-də rəqəmlər verilibdir. C bərabərli minimum A. A-nın minimumunu soruşur. A-nın minimumu -6. Sonra maksimum B bölünsün len B. Yəni maksimum B, B-də olan elementin maksimum qiymətləri 21-dir. 21-i len B-də saydır. B-də olan elementlərin sayı 1, 2, 3, 4, 5-dir. 21-i 5-ə böləcəm. 21-i 5-ə 4,2. Hey. Minimum A-da yox, minimum A ilə maksimum B-ni toplayacağım. Sonra len B-yə böləcəm. Bəli. Həmin Bəli. minimum A -6-dır. Maksimum B 21. -6 ilə 21 toplayanda 15. 15-i də 5-ə bölsəm 3. A variantı. Bəli. Nərgiz 11. 11-ci sualda fəndlər veribdir. Reserve eləyəcək. Reservedə sondan əvvələ qayıdacaq. Yəni riyaziyyat, fizika, informatika idisə, informatika, fizika, riyaziyyat qeyd olunacaq. Bu da C variantı. Bəli. Reverse. Aytaz, eşidirsən bizi? Sabir 13 suala cavab ver. Sərt tipli verilənlər siyahıya çevirmək üçün aşağıdakılardan hansı istifadə edilə bilər? Burada list idi. Listdən istifadə olunurdu. Deməli. 2 ay. İcradan sonra hesab edilir. Print. Yəni -2-dən başlamalıyıq. 1-də qurtarmalıdır. 1-ə qədər getməlidir. -1 addımdan davam eləməlidir. Biz onu deyir. -2 Fəriddir. 1-də Rənadır. Yəni Fəriddən başlamalıyıq. Bir addım getməliyik sola. Olur Fərid, Sevil, Fidan.
Rəna götürə bilmərik, çünki demişik ki, sonuncu yazılan götürmür. Bəli. Fərid, Sevil, İdam. Bəli. Alqoritmdə necə burada da elə uşaqlar. Baxın, bu addımı bildirir. Bu son həddir. Bu isə başlanğıcı. Bu şəkildə. E, Nərgiz 8. Deməli, 8-ci sualda birincisini götürəcəyik, yəni Rənanı. Sonra 5, 5. Fəridə qədər olan, demək birinci Rənanı götürdük, sonra Fəridə qədər olan Neçə addımına? 5 2 addımına bir dəqiqə Rənanı götürdük, sonra 2 addımına Sevil, sonra Rəna, Sevil, bir də 5-ci.